Salam. Bu videoda Dövlət İmtahan Mərkəzinin 9 illik test topusundan bir neçə mətnin izahına baxacağıq. Birinci mətnimiz adlanır Pinqvinlər. Mətni oxumamışdan öncə suallarla tanış olaq. Çünki hər zaman şagirdlərimə də deyirəm ki, ilk olaraq suallara baxmaq lazımdır ki, mətni oxuyanda nəyə çox diqqət etməli olduğumuzu öncədən bilək. Demək, tün qara hərflərlə verilmiş sözlə bağlı sual var. Mətnin məzmunu ilə bağlı bir neçə sual özünü göstərir. Daha sonra altından xətt çəkilmiş nümunə ilə bağlı həqiqi və ya məcazi ifadə, Roma rəqəmi ilə nömrələnmiş hansı cümlələrdəki hadisələrin səbəbini müəyyən etmək mümkün deyil. Qısacası səbəb-nəticə sualı. Daha sonra giriş əsas nəticə ilə bağlı ifadənin qarşılığı, bir də obrazların müqayisəsi, pinqvin və dəvə quşu. Demək, indi baxaq. Qələmimizi göy olaraq götürək. Pinqvinlər. Cənub qütbü, Yeni Zelandiya, Avstraliya, Cənubi Amerika və soyuq ərazilərdə yaşayan pinqvinlərin 17-yə qədər növü məlumdur. Ən iriləri, imperator pinqvinləri təxminən 45 kiloqram ağırlıqda olur. Dənizlərdəki balıq və mürəkkəb böcəyi ilə qidalanırlar. Kürəkləri qara və ya boz, qarın hissələri ağ nazik tüklərlə örtülüdür. Bədənin böyük hissəsini təşkil edən bu tüklər su keçirmir. Pinqvinlərin quyruqları qısa, ayaqları bədənlərinin arxasında olduğundan asanlıqla ayaq üstə dayana bilirlər. Onlar dənizdə saatda 10 dəniz mili sürətlə üzə bilirlər. Pinqvinlər qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər. Ancaq buz üzərində çox yaxşı hərəkət edirlər. Sinələrinin üzərində yataraq üzgəc qanadlarının köməyi ilə xizək kimi sürüşüb quruda bir neçə 100 kilometr məsafə qət edə bilərlər. Bədənlərini örtən sıx tüklər və dəri altındakı qalın yağ təbəqələri istilik izolyasiyaları yaradır. Bu onları Antarktidanın sərt soyuqlarından qoruyur. Pinqvinlər bədən istiliyini nizamlayan avtomatik bir mexanizmə sahibdirlər. Lazım olanda dəriyə gedən qanı azaldaraq bədən istiliklərini tənzimləyə bilirlər. Pinqvinlər təkcə artım mövsümlərində yumurtlamaq üçün quruya çıxır, 2-3 yumurta yumurtlayırlar. İmperator və kral pinqvinləri isə yuva qurmur. Bir yumurta yumurtlayır və onu ayaqları üzərində və qarınlarının aşağı hissəsindəki dərinin altında soyuqdan quruyurlar. Erkək və dişi pinqvin növbə ilə kürt yatır. Kürt dövründə bir şey yemirlər. Ana və ata pinqvin balalara birlikdə qayğı göstərir, onları qoruyurlar. Pinqvinlər insanlardan qaçmadıqları üçün yağlarından istifadə etmək istəyənlər çox miqdarda pinqvin ovlayaraq yağ istehlak edirlər. Əlaqədar təşkilatlar çıxarılan bəzi qanunlarla pinqvinləri qorumağa çalışırlar. Onları dünyanın bir çox zooparklarına uyğunlaşdırırlar. Demək, tüm qara hərflərlə verilmiş sözün qarşılığı ola bilən ifadənin işləndiyi nümunələri müəyyən edin. Təbəqə sözüdür. Təbəqə sözü ümumiyyətlə lay deməkdir. Təbəqə, lay, qat. Bir də deyir ki, atmosferdə buzumtul toz qatı peyda olunmuşdur. Düzdür, qatı təbəqəsi olar. Alnının qırışları illər keçdikcə dərinləşirdi. Alnının təbəqələri deyə bilmərik ki, əlbəttə deyə bilmərik. Demək, bu nədir? Yanlışdır. Günəş, qayanın bir parçası qopub yola düşmüşdü. Burada da belə qayanın bir təbəqəsi alınmır. Üslubi cəhətdən uyğun bir ifadələr deyil. Günəş tez-tez göründükcə buz layları əriməyə başlamışdı. Bu doğrudur. Əvvəldə də qeyd etmişdik. Kvadratın tərəfləri bərabərdir. Deyə bilmərik ki, kvadratın təbəqələri bərabərdir. Ona görə də bu yanlışdır. 2. Fikirlərdən biri mətnin məzmununa aid deyil. Pinqvinlərin köç etməsi, elə A variantından mətndən danışılmır da. Müdafiə olunan bala pinqvinlər, soyuqdan qorunmaq var idi. Pinqvinlərin çoxalması, bu da var idi. Amansız şaxtaya dözümlülük qeyd olunmuşdu burada. Elə əvvəl bu hissədə. Bədən istiliyini nizamlayan avtomatik bir mexanizmə sahibdirlər. Ondan əvvəlki cümlə. Bu onları Antarktidanın sərt soyuqlarından qoruyur. Bəli, var. Pinqvinlərin bədən quruluşu bu da bu hissələrdə özünü göstərir. Daha sonra keçək 3-cü suala.
Üçüncü sual deyir ki, mətn əsasında müəyyən etmək olar. Bəzi qanadlı quşların üzə bilməsini, bəli, burada deyirik, pinqvinlər qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər, ancaq buz üzərində çox yaxşı hərəkət edirlər, yəni var. Eyni növə aid müxtəlif cinsli quşların kürt yatmasını, bu da bu hissədə özünü göstərir. Buz əriyəndə pinqvinlərin təhlükə ilə üzləşməsi belə bir məqam mətndə öz əksini tapmamışdı. Bir canlının digər bir canlıya yem olmasını, bəli, dənizlərdəki balıq və mürəkkəb böcəyi ilə qidalanırlar var. Uzun tüklərin hərəkətə mane olmasını belə bir məsələ də mətndə öz əksini tapmadı. 1, 2, 4 A variantı. Daha sonra dördüncü sual. Mətndəki boş çərçivəyə hansı cümlə əlavə olunarsa, tərkib hissələrinin ardıcılığı pozulmaz. Antarktidanın kral pinqvinləri gündə təxminən 140 dəfə suya girirlər. Burada heç belə bir məsələ ilə bağlı məlumat yox idi ki, biz bunu həmin hissəyə əlavə edək. Üstəlik də ondan sonra artıq başqa bir məsələdən danışır. Növlər bir-birindən başlarındakı tüklərin rənginə görə fərqlənirlər. Ondan sonra deyəcək ki, sinələrinin üzərində yataraq üzgəc qanadlarının köməyi ilə xizək kimi sürüşüb quruda bir neçə 100 kilometr məsafə qət edə bilirlər. Axı uyğun gəlmir. Daha sonra kürt olduğu dövrdə çəkilərinin yarısını itirirlər. Ümumiyyətlə onların kürt olması ilə bağlı məsələ əsas hissənin sonlarında yer almışdı. Bu hissədə yox. Tükləri quş tükünə heç bənzəmir. Ondan sonra yenə də həmçinin bu cümlə heç də üslubi cəhətdən uyğun gəlmir. Lazım olduqda sürətlərini 2 qat artıra bilirlər. Bu isə bəli uyğun gəlir. Deyir ki, lazım olduqda sürətlərini hərəkət eləyirlər. Yəni bu məzmunla bağlı uyğun gəlir. Ancaq buz üzərində çox yaxşı hərəkət eləyirlər. Lazım olduqda sürətlərini 2 qat artıra bilirlər. Sinələrin üzərində yataraq üzgəc qanadlarının köməyi ilə xizək kimi sürüşüb quruda bir neçə 100 kilometr məsafə qət edə bilirlər. Yəni hər biri onların hərəkəti ilə bağlı cümlə olmuş olur. Ona görə də ən uyğun oldu E variantı. 5. Mətnə əsasən yanlış fikirlərdir. Dünyaya diri bala gətirirlər. Bəli, doğrudur. Çünki onların yumurtladıqları qeyd olunub. Daha sonra insanlardan qaçmadıqları üçün daha çox ovlanırlar. Bəli, bu da nəticə hissəsində öz əksini tapmışdı. Pinqvinlər insanlardan qaçmadıqları üçün yağlarından istifadə etmək istəyənlər çoxlu miqdarda pinqvin ovlayaraq yağ istehlak edirlər. Bu da düzdür. Ona görə götürmürük. Bizə burada yanlış fikirlər lazımdır. Qanadları olduğundan rahat üzə bilirlər. Xeyr, yəni qanadlarının olması onların rahat üzə bilməsi ilə bağlı bir fikir deyil. Pinqvinlər qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər. Ancaq buz üzərində hərəkət edirlər. Yəni onların tüklərinin belə deyək, qısa olması ilə bağlıdır bu. Daha sonra demək 3-ü götürdük yanlış olaraq. Yırtıcı quşlar hesab olunur. Xeyr, belə bir məlumat mətnə əsasən doğru deyil. Uzun tüklərə sahib olmadıqlarından uçmaqlarına əngəl yaranır. Bəli, bunu da az öncə qeyd etmişdik. Cavabımız da olur 1, 3, 4 A variantı. 6. Altında xətt çəkilmiş söz hansı nümunələrin tərkibində mətndəki mənasında işlənmişdir? Görək. Altından xətt çəkilmiş söz burada hansıydı? Soyuq ərazilər. Ərazi soyuq ola bilər. Bu həqiqi mənadır. Görək. Burada da istəyir ki, mətndəki mənasında işlənsin, yəni həqiqi mənasında işlənsin. Ev yiyəsi qonağın soyuq münasibətini gözləmirdi. Bu, məcazi mənada götürmürük. Uşaq soyuq yeməkləri xoşlayır. Bu, düzdür, həqiqi mənadır. Daha sonra, otaq soyuq idi, yenə də həqiqi mənadır. Sürücü sərnişinlərə soyuq bir nəzər salaraq maşını hərəkətə gətirdi. Bu, məcazi mənadır. Hava isti olsa da idman zalı çox soyuqdur. Bu da həqiqi mənadır. Həqiqi mənalıları götürdük. Oldu 2, 3, 5 B variantı. Roma rəqəmi ilə nömrələnmiş hansı cümlələrdəki hadisələrin səbəbini müəyyən etmək mümkün deyil. Olduqca maraqlı bir sual tipidir. Gəlin indi baxaq. Ən iriləri imperator pinqvinləri təxminən 45 kiloqram ağırlıqda olur. Bunun belə deyək, pinqvinlərin kiloqramlarının bu ağırlıqda olması, yəni bunun səbəbi mətndə verilməyib. Ona görə elə birincisini götürürük. 1. Daha sonra
Növbəti cümləmizi oxuyaq. 2. Kürəkləri qara və ya boz, qarın hissləri ağ nazik tüklərlə örtülüdür. Bunun da səbəbi yoxdur. Sadəcə olaraq onun bədən quruluşudur da, yəni onun səbəbi niyə də olsun ki? Üçüncü fikrə baxaq. Üçüncü fikir, Kürd dövründə bir şey yemirlər. Bir şey yeməmələrinin səbəbi varmı? Xeyr, yoxdur. Sadəcə olaraq qeyd olunub ki, mətndə yemirlər də. Yəni bunun səbəbi yoxdur ki, bu hadisə niyə olub? O deməkdir bu. Dördüncü fikir, əlaqədar təşkilatlar çıxarılan bəzi qanunlarla pinqvinləri qorumağa çalışırlar. Bunun səbəbi var. Niyə? Yəni niyə qorumağa çalışırlar? Çünki insanlar pinqvinləri ovlayırlar. Buna görə də əlaqədar qurumlar artıq bu işdə məşğul olmağa başlayıblar. 5-ci fikir, onları dünyanın bir çox zooparklarına uyğunlaşdırırlar. Onları niyə zooparklarına uyğunlaşdırırlar? Yenə də belə, insanlar onları ovladıqlarına görə artıq müəyyən təşkilatlar hərəkətə keçməyə məcbur olublar və onları nə edirlər? Zooparklara uyğunlaşdırırlar. Demək, səbəbi olmayan 1, 2, 3 idi. Buna uyğun variant da D variantı. Keçək 8-ci suala. Cədvələ əsasən mətnin tərkib hissələri ilə bağlı uyğunsuzluqları müəyyən edin. Əvvəla qeyd eləyək ki, burada mətnin tərkib hissəsi bilirik ki, 3 hissədən ibarət olur. Giriş, əsas, nəticə. Birinci abzasa biz burada deyəcəyik giriş. Birdən axırıncı abzasa qədər əsas hissə, axırıncı hissədə nəticə hissə. Gəlin indi baxaq. Elə qoyum ki, mətni də görə bilək. Aha. Cədvələ əsasən uyğunsuzluqları istəyir bizdən. Diqqətli olaq, uyğunluq yox, uyğunsuzluq. Pinqvinlərin bədən temperaturlarını tənzimləmələri, bəli, əsas hissədə öz əksini tapmışdı. Qeyd olunmuşdu ki, onlar yeri gələndə, bu daha bu hissə nizamlayan avtomatik mexanizmə sahibdirlər. Bədən istiliyini nizamlayan avtomatik mexanizmə sahibdirlər. Daha sonra pinqvinlərin yaşadıqları ərazilər, bəli, əvvəldə giriş hissədə qeyd olunmuşdu. Bu da tamamilə doğrudur. Göstərək hər ehtimala. Cənub qütbü, Yeni Zelandiya, Avstraliya, Cənubi Amerika və soyuq ərazilərdə yaşayan pinqvinlər. Yəni, onların yaşayış məskənləri də mətndə öz əksini tapıb tamamilə. Daha sonra pinqvinlərin nəslinin kəsilməsinin qarşısını almaq üçün görülən tədbirlər, bu da elə axırda qeyd etdiyim kimi nəticə hissəsində idi, sonuncu abzasda. Demək, 3 yanlış fikirdir. Pinqvinlərin çoxalması əsas hissə bəli qeyd olunmuşdu. Pinqvinlərin artımı ilə bağlı bu hissə. Hər ehtimala göstərirəm ki, sonra sizdə çaşqınlıq yaranmasın. Qorunan pinqvin balaları bu yanlışdır. Niyə yanlışdır? Çünki bununla bağlı əsas hissədən danışırdı. Bu daha pinqvinlər təkcə artım mövsümlərində yumurtlamaq üçün quruya çıxırlar. 2-3 yumurta yumurtlayırlar. İmperator və kral pinqvinlər isə yuva qurmur. Bir yumurta yumurtlayır və onu ayaqları üzərində və qarınlarının aşağı hissəsindəki dərinin altında soyuqdan qoruyurlar. Yəni bu balaların qorunma mexanizmidir. Sizdə sual yarana bilər ki, ay müəllim, axırda da pinqvinlərin müdafiəsi ilə bağlı danışılır. Diqqətli olmalıyıq. Axırda sadəcə olaraq pinqvinlərdən danışılır. Yəni pinqvin balalarından danışılmır. Amma burada isə qeyd olunub ki, qorunan pinqvin balaları. Yəni konkret olaraq burada söhbət pinqvin balalarından gedir. Balalarından getdiyinə görə də bunun nəticədə verilməsi yanlışdır. Doğru cavabımız da oldu 3-lə 5 A variantı. 9-cu suala baxaq. Əvvəlinə işarə qoyulmuş ifadələr əsasında cədvəli tamamlayın. Sərt sözünün qarşısında burada işarə qoyulub. Bir də istifadə etmək. Demək, onların qarşılığı istənilir. Məsələn, sərt soyuq əvəzinə başqa nə deyə bilərik? Sərt soyuqlar, şiddətli soyuqlar, kəskin soyuqlar. Yəni, əsasən bu iki sözü mütləq şəkildə qoya bilərik. Buna uyğun olaraq da bir cümlə nə deyə bilərik? Məsələn, şiddətli külək binaları uçurtdu deyə bilərik. Daha sonra dairə işarəsində istifadə etmək. İstifadə etmək də deyə bilərik ki, faydalanmaq. İstifadə etdim, faydalandım. Buna uyğun olaraq da deyə bilərəm ki, məsələn, mən yeni aldığım məhsullardan istifadə etdim, faydalandım. İşlətmək olar. Daha sonra 10-cu suala diqqət yetirək. Görək 10-cu sualda bizdən nə istəyir? Müqayisə sualıdır. Mətndəki və çərçivədəki verilmiş
məlumatlar əsasında Eyler-Venn diaqramının hər bir hissəsinə ən azı bir fikir yazın. Demək əvəzi buranı oxuyaq. Dəvəquşu quşlar arasında ən böyük canlı olmaqla dünyanın bütün isti ərazilərində yaşayır. Dəvəquşuların dişləri yumşaqdır və dərisinin hər yeri lələklərlə örtülüdür. Lələklərində qarmaqcıqlar olmadığı üçün yelpic əmələ gəlmir və buna görə də uça bilmir, lakin bərk qaçırlar. Demək, buna uyğun olaraq nə deyə bilərik bunlar üçün? Ortaq fikir deyə bilərik ki, hər ikisi uça bilmirlər. Hər ikisi də tüklüdürlər. Deyirik, dərisinin hər yeri lələklərlə örtülüdür, digərində də var idi. Demək, ortaq cəhət bunu deyə bilərik ki, tüklüdür, uça bilmir. Fərqli cəhət nəyə deyə bilərik? Fərqli cəhət deyə bilərik ki, dəvəquşu ən böyük, və qeyd olunub ki, ən böyük canlıdır. Sonra yaşayış məskəni kimi isti ərazilərdə yaşayır. Məsələn, pinqvinlərdə isə qeyd olunmuşdu ki, soyuq ərazilərdə yaşayır. Yəni, bu onlar üçün bir fərqli cəhətdir. Pinqvin soyuq ərazilərdə yaşayır, dəvəquşu isə isti ərazilərdə yaşayır. Dəvəquşu ilə bağlı həmçinin dedim, qeyd olunub ki, ən böyük canlıdır. Daha sonra fərqli bir cəhət nə deyə bilərik? Pinqvinlər üzə bilirlər. Üzməsi ilə bağlı məlumat var mətndə, amma dəvəquşuda isə bərk qaçması ilə bağlı məlumat var. Bu qədər birinci mətnimiz yekunlaşdı. İndi tam zamanıdır mətni. Bu mətni də işləməmişdən öncə suallarına diqqət yetirək. Bilək ki, nədən danışılır, nələrə diqqət etməliyik. Həqiqi mənalı söz, çərçivə daxilində verilmiş sözün mənası, mətnin məzmunu ilə bağlı suallar, hissələri arasında əlaqəni pozan cümləni tapmalıyıq. Yenə də eyni tip suallar. İndi isə oxuyaq görək. Wangari Maathai bütün həyatı boyu Afrikanın azalmaqda olan meşələrinin qorunması məsələsi ilə məşğul olmuş şəxslərdən biridir. O, Nobel mükafatı almış ilk Afrikalı qadındır. Yaşadığı kəndin ətrafındakı göllər qurumağa, bulaqlar yoxulmağa başlayanda Wangari nə isə etməli olduğunu anladı. Nobel mükafatına layiq bir yer toplaşmaq üçün digər qadınlara müraciət etdi. Nobel mükafatına layiq görülməsini xanım Maathai böyük həyəcanla qarşılamışdı. Bu cümlənin burada nə işi var? Axı Nobel mükafatına ilə bağlı əvvəldə danışdı. Burada bir yer toplaşmaq üçün digər qadınlara müraciət etdi. Qadınlardan biri dedi, ardı bu olmalıydı. Hökumət tarlalara yer açmaq üçün ağacları kəsir. Buna görə odun lazım olanda biz kilometrlərlə yol qət etməli oluruq. Wangari bağırdı. Durun, torpağımız kimsəsiz deyil. Ağacları geri qaytarmalıyıq. Neçə ağaca kəş deyə soruşdular. Bir neçə milyon kifayət edər deyə Wangari cavab verdi. Qadınlar heyrətlə soruşdular. Hansı plantasiyadan bu qədər şitil əldə edə bilərik? Wangari dedi. Plantasiyadan almayacağıq. Şitili özümüz yetişdirəcəyik. Qadınlar toxum əldə etmək üçün meşəyə üst tutdular. Bu yol ilə bir neçə Keniyalı qadın öz bağçasında şitil yetişdirib ağac əkməyə başladı və Keniya sərhədlərini də aşan yaşıl qurşaq hərəkatı başlandı. Əkilən ağacların sayı 40 milyona çatdı. Xanım Maathaiyə görə ətraf mühitin qorunması ilə insan hüquqlarının müdafiəsi arasında əlaqə var. Biz insanlar ekosistemin bir hissəsiyik. Bu sistemin bir hissəsini öldürəndə özümüzü də qırırıq. Buna görə də bu ekosistem olduğu kimi qalmalıdır, qorunmalıdır. Bizim salamat qalmağımız ... asılıdır. 2004-cü ildə Wangariyə Keniya və bütün Afrikada inkişaf, demokratiya və sülh yolunda apardığı mübarizəyə görə Nobel mükafatı təqdim edilmişdi. Wangari Mərkəzi və Şərqi Afrika ölkələrində elmlər doktoru almış ilk qadındır. O, Keniyanın ətraf mühit, milli sərvətlər və meşə nazirinin müavini vəzifəsində çalışmışdı. Üzərində rəqəm yazılmış hansı ifadələr həqiqi mənadadır? Demək, baxaq. Göllər quruya bilər, bir həqiqi mənadır. Layiq görülmək məcazi mənadır. Ağacları kəsir həqiqi mənadır. Cavab vermək məcazi mənadadır. Üst tutmaq da məcazi mənadadır. Həqiqi məna oldu 1-lə 3 C variantı. Daha sonra
Mətndə çərçivə daxilində verilmiş sözün mənasını müəyyən edin. Demək, çərçivə daxilində verilmiş söz burada plantasiya sözü idi. Plantasiyadakı ixtisaslaşmış iri əkinçilik təsərrüfatı deməkdir. C variantı. 13. Hansı ilk mətni fikir mətnin məzmunu ilə səsləşir? Uğursuzluqlar güclülərə daha çox güc verir. Burada Vanguard'ın hər hansısa bir uğursuzluğundan söhbət getmədi. Başqalarına qalib gələn qüvvətli, özünə qalib gələn isə əzəmətlidir. Bu da belə. Onun öz daxili mübarizəsindən söhbət getmirdi. Yeri gəlsə o hətta başqalarına qalib gəldi. Uğur insana bəlkə daha çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. Burada da yenə dediyim kimi Vanguard'ın uğursuzluğundan danışılmırdı. 1000 kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır. Bu isə mətndə öz əksini tapdı. Baxmayaraq ki, hökumət tarlaları asmaq üçün ağacları kəsdi. İnsanlar artıq belə deyək, əlacısız qaldılar. Deyirdilər ki, biz kilometrlərlə yol qət etməli oluruq. Amma yeri gəlsə artıq bu yolda bir neçə Kenyalı qadın öz bağçasını ştil yetişdirib ağac əkməyə başladı. Və bununla da artıq nə etdilər? Hətta yaşıl qurşaq hərəkatını başlatdılar. Demək ki, D variantı doğru fikirdir. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun. Bu da əlaqəsizdir. Yəni burada Vanguard'ın hər hansı bir səhvindən söhbət getmirdi. Mətnə əsasən klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Demək, Vanguard emaati cəsarətlidir, doğru fikir verib. Biz də burada doğru fikirlərin ardıcıllığını tapmalıyıq. Təbiəti sevir, düzgündür. Şöhrətpərəstdir, yanlışdır. Şöhrətpərəst olsaydı öz şəxsi mənafe üçün nəsə eləyəcəkdi. Amma o isə xalqın mənafe üçün çalışırdı. Hökumətdən kömək istəyir, xeyr, qadınlar hətta sual da verirlər, amma o deyir ki, yox, özümüz eləyəcəyik. Qətiyyətlidir, bəli, qətiyyətlidir ki, belə bir mübarizəni başladır. Yəni, xalqın belə bir mübarizəyə başlamağa səsləyir, düzdür. Təkəbbürlüdür, bu da yanlışdır. Təkəbbürlü özündən razı, özünü bəyənmişdi, belə insanlara yuxarıdan aşağı baxmaq anlamındadır. Bunda mətnlə əlaqəsi yoxdur. Ona görə də doğru cavabımız oldu 1 və 4 E variantı. Qarşısında Roma rəqəmi yazılmış cümlələrdən biri mətnin hissələri arasında əlaqəni pozur. Həmin cümləni müəyyən edin. Bunu da biz elə mətni oxuyanda müəyyən etdik hətta. Dedim ki, Nobel mükafatına layiq görülməsini xanım Mati böyük həyəcanla qarşılamışdı. Bu cümlənin burada yeri yoxdur. Deyir, bir yerə toplaşmaq üçün digər qadınlara müraciət etdi. Ardıcı olmalıydı, qadınlardan biri dedi. Yəni, bu cümlə araya girməməli idi. Ona görə doğru cavabımız ikinci abzas. Mətndə qarşısında üçbucaq işarəsi qoyulmuş söz hansı cümlənin tərkibində mətndəki mənasında işlənib? Üçbucaq işarəsi qoyulmuş söz hansı idi? Yol sözü. Bu yol ilə bir neçə Kenyalı qadın öz bağçasında ştil yetişdirib ağac əkməyə başladı. Yəni, bu üsul ilə, bu vasitə ilə, yəni bu üsul ilə əsasən bu anlamı verir. Baxaq indi, kəndimizə asfalt yol çəkildi. Buradakı yol gediş-gəliş mənasındadır. Gedib gəlinə bilən yoldur. Biz uzaq yoldan gəlirdik. Buradakı yolda gedib gəlinə bilən yoldan söhbət gedir. Hər bir tələbənin qarşısında geniş yollar açılıb, yəni geniş fürsətlər, şanslar. Vətən yolunda canından keçdi, vətən uğrunda canından keçdi. Bilik əldə etməyin yolu çox çalışmaqdır. Bəli, bilik əldə etməyin üsulu, yəni bunun üçün bir üsul var ki, çox çalışmalısan. E variantı. Baxaq növbəti suala. Mətnə əsasən doğru fikri müəyyən edin. Qadınların dəstəyi ilə Vanguard öz məqsədinə nail olur. Bəli, qadınlar ona kömək olur. Doğru cavabımız A variantıdır. Digər variantların niyə səhv olduğuna baxaq. Maati Vanguard'ın xidmətləri qiymətləndirilmədi. Yanlışdır, qiymətləndirildi. Hətta nazir müavini vəzifəsinə belə qaldırıldı. Qadınlar ştil almaq üçün müxtəlif plantasiyalardan yardım istədilər. Xeyr, öz hesablarını etdilər. Nobel mükafatına layiq görüləndən sonra Vanguard yaşıl qurşaq hərəkatına başlayır. Bu da yanlışdır. Düzdür, sizdə çaşqınlıq yarada bilər ki, ay müəllim, bəs axı əvvəldə bu haqda məlumat var idi. O Nobel mükafatına layiq görülmüş qadındır. Belə bir hissə olmalı idi burada. O Nobel mükafatı almış, bəli, ilk Afrikalı qadındır var idi. Amma bu sadəcə giriş hissədə Vanguard emaati haqqında olan ümumi məlumatdır. Amma baxın, axırda nə deyir? Deyir ki, həminki sülh yolunda apardığı mübarizəyə görə Nobel mükafatı təqdim edilmişdi. Yəni, bütün bu fəaliyyətlərindən sonra ona Nobel mükafatı verilib.
Martinin nitqindən məlum olur ki, hökumət ağacları kəsir. Xeyr, qadınların nitqindən bəlli olur. Hansı plan bəndləri mətnin eyni tərkib hissəsinə aiddir? Təbiətlə insanın vəhdəti bu əsas hissədə idi. Daha sonra Nobel mükafatı alan ilk Afrikalı qadın bu girişdə idi. Yaşıl qurşaq hərəkatı bu da əsasdaydı. Vəziyyətdən çıxış yolu bu da əsasdaydı. Elmi nailiyyət yüksək vəzifə bu isə nəticədə idi. Demək, eyni tərkib hissəyə aid olan oldu. 1, 3, 4. C variantı. Nobel mükafatı alan ilk Afrikalı qadın girişdə idi. O biri isə elmi nailiyyət yüksək vəzifə nəticədə idi. Yəni, yəqin ki, tərkib hissələrini ayırmağı bilirsiniz. Bunun əvvəlki mətnində də qeyd etdim. Birinci abzas əsasən giriş xarakteri daşıyır, məlumat verir. Axırıncı abzas nəticə hissəsidir. Yerdə qalan hadisələrin danışıldığı hissələr isə, yəni əsas hadisələrin danışılması, bu isə əsas hissədir. Baxaq açıq suallarımıza. Həqiqi sahibi olmayan torpaq yetimdir aforizmini mətnlə əlaqələndirərək fikrinizi yazın. Burada deyə bilərik ki, demək, Vanqari və yoldaşları torpaqlarına xilas etdilər. Axı, Vanqari deyirdi burada, bizdə var, deyir ki, ətraf mühitin qorunması insan hüquqlarının müdafiəsi arasında əlaqə var. Demək, burada deyə bilərik ki, Vanqari və yoldaşları öz hüquqlarını müdafiə etdilər. Daha sonra vətənlərini yaşıllığa çevirdilər, cənnəti çevirdilər. Bununla da vətənlərini, belə deyək, kimsəsiz vəziyyətdən xilas etdilər. Yəni, bu tipli cümlələr deyə bilərik bunun üçün. Daha sonra baxaq digər suala. Mətndə nöqtələrin yerinə uyğun gələn ifadə yazın. Demək, bu bizim salamat qalmağımız nədən asılıdır? Burada ekosistemdən danışırdı. Elə ekosistemdən asılıdır, təbiətdən asılıdır, ekologiyadan asılıdır. Bu cümlələri, daha doğrusu bu sözləri yaza bilərik. Afrikanın anası mətni yenə də eyni qaydada suallarımıza baxaq. Sual tipləri demək olar ki, digər mətnlərlə ilə eynidir. Keçək. Miriam Makeba irqçiliyə qarşı mübarizənin simvollarından biri hesab olunur. Miriam'a Afrikanın anası anlamına gələn Mama Afrika ləqəbinin verilməsi onun Afrika üçün hansı dəyərə malik olduğunu göstərir. Miriam Makeba'nın yaşadığı Cənubi Afrikada insanlarla ilgilərinə görə fərqli davranılırdı. Qaraların və ağların birlikdə vaxt keçirməsi, evlənməsi, dünyaya uşaq gətirməsi qadağan idi. Hətta avtobuslarda qaralara və ağlara fərqli yerlər ayrılmışdı. İrqi ayrı-seçkiliyin kəskin forması olan bu rejimin adı apartheid idi. Apartheidin məqsədi azlıq təşkil edən ağ əhali tərəfindən qeyri-avropalıları istismar etmək və milli azadlıq mübarizəsinə qarşı güclü maneələr yaratmaq idi. Kiçik Miriam hər bazar anası ilə birlikdə kilsəyə gedərdi. O, xorda oxumaq üçün hər şeyi gözə almışdı. Miriam irqçiliyə qarşı mübarizə apardı. Məşq zamanı gizlicə oxuyanlara qoşulurdu. Baxın, elə oxuyanda bilmək olur ki, o xorda oxumaq üçün hər şeyi gözə almışdı. Bundan sonra olmalıdır ki, məşq zamanı gizlicə oxuyanlara qoşulurdu. Amma ondan sonra isə verib Miriam irqçiliyə qarşı mübarizə aparırdı. Bu cümlənin axı burada yeri yoxdur. Miriam böyüyəndən sonra bütün üzvləri qızlardan ibarət olan qrupu ilə birlikdə 100-dən çox musiqi yaratdı. Onun musiqilərinin mövzusunu Cənubi Afrikadakı insanların həyatı təşkil edirdi. Musiqilərində onu nəyin sevindirdiyini, nəyin qəzəbləndirdiyini, nəyin üzdüyünü anladırdı. Rəqs edir və apartheid haqqında mahnılar oxuyurdu. Ancaq irticaçı rejim Miriamın apartheid əleyhinə olan musiqilərini ... Buna görə də səfərdən qayıdarkən onun ölkəyə daxil olmasına icazə verilmədi və Miriam öz ölkəsinin vətəndaşlığından çıxarıldı. Bunun qarşılığında Miriam'a 10 dövlətdən vətəndaşlıq təklifi gəldi. Öz vətənindən uzaq düşən Miriam nəinki mübarizəsini dayandırdı, o dünya turuna çıxdı və Afrikanın azadlıq uğrunda mübarizəsinin simvoluna çevrildi. 1966-cı ildə Grammy mükafatı alan ilk qaradərili Afrikalı sənətçi oldu. Miriam yalnız 31 il sonra ölkəsinə dönə bildi və o qayıdandan bir qədər sonra Afrikada apartheid rejiminə son qoyuldu. Həqiqi mənalı sözlər istəyir, anlamına gələn burada məcazidir.
Vaxt keçirməsi, keçirmək məcazidir. Güclü maneə, güclü sözü burada məcazi mənadadır. Xurda oxumaq həqiqi mənadadır. 5-incisi hansıdır? Səfərdən qayıdarkən, bəli, səfərdən qayıtmaq bu da həqiqi mənadır. Demək, həqiqi mənalar oldu 4 ilə 5 A variantı. Çərçivədə verilmiş sözün mətndəki mənasının şərhini müəyyən edən. Çərçivədə verilmiş söz burada rejim sözüdür. Rejim sözünün əslində bir neçə mənası var. İdarə üsulu deməkdir A variantındakı kimi. Dəqiq müəyyən olmuş qayda intizam da deməkdir. Bu da doğrudur. Bir şeyin iş və fəaliyyət şəraiti bu da doğrudur. Yəni rejim sözünün öz mənasında bunlar var. Amma şərtdə deyir ki, mətndəki mənasının şərhini müəyyən edin. Bu baxımdan A uyğun gəlir. Yəni hökumətin idarə üsulundan burada söhbət gedir. B-dəki dəqiq müəyyən olmuş qayda intizam. Məsələn deyirəm ki, mənim gündəlik iş rejimim, nə bilim, mənim gündəlik rejimim. Bu mənim özüm üçün müəyyənləşdirdiyim qaydalar, intizamlar onunla bağlıdır. Bir şeyin iş fəaliyyət şəraiti, məsələn, deyir ki, istilik rejimi. Bu onunla bağlıdır. Bir şeyin fəaliyyət şəraiti ilə bağlıdır. Amma mətndəki rejim isə idarə üsulu anlamındadır. Keçək növbəti suala. Mətnin məzmununa uyğun deyimi müəyyən edin. Adam evdən çıxanda nə edəcəyi barədə fikirləşməli, evə gələndə isə nə etdiyi haqda düşünməlidir. Mətnimizlə əlaqəsizdir. Ağıl təbiətin vericisi deyil, təcrübənin nəticəsidir. Bunun da mətnimizlə əlaqəsi yoxdur. Haraya getdiyini bilən adama bütün aləm yol verər. Bu isə bizim mətnimizlə bağlıdır. Necə ki, bizim mətnimizdə də Miriam Makebaya öz ölkəsində çıxışına həyatda qadağı qoyuldu. Amma digər 10 ölkə onu dəvət etdi. Yəni ona vətəndaşlıq təklif etdilər, onu dəvət etdilər, var idi bu hissədə. 10 dövlətdən vətəndaşlıq təklifi gəldi. Bəli. Demək, haraya getdiyini bilən adama, yəni düzgün yolda olan, haraya getdiyini bilən adama, məqsədyönlü adama bütün aləm yol verər. Bizim mətnimizlə bağlıdır. Kiçik işlərdə həddindən çox canfəşanlıq edənlər böyük işlərə yaramırlar. Bu da bizim mətnimizlə əlaqəli deyil. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun. Burada da Miriamın hər hansısa bir səhvindən söhbət getmədi. Burada klassiyayı tamamlaya bilən fikirlər istəyir. Miriam Makeba qətiyyətlidir. Qətiyyətli düzgün fikirdir. Düzgün fikirlərin artıqlığını tapmalıyıq. İstidadlıdır, düzdür. Şöhrətpərəstdir, yanlışdır. Burada onun şöhrətpərəstliyindən danışılmadı. Ziddiyyətli düşüncələri verilməmişdi. Cəsarətlidir ki, bu insan bir qaradərli kimi mübarizəyə qalxdı. Təkəbbürlüdür, bu da yanlışdır. Doğru cavabımız oldu 1 və 4 B variantı. Əvvəlində Roma rəqəmi qeyd olmuş cümlələrdən biri mətnin hissələri arasında əlaqəni pozur. Həmin cümləni müəyyən edin. Bunu elə biz mətni oxuyarkən əslində tapmışdıq. Bu da ikinci cümlə. Cavabımız nə oldu? B variantı. İkinci cümlə deyirkən ikinci abzas. Əvvəlində üçbucaq işarəsi qoyulmuş sözün məcazi və ya həqiqi mənada olduğunu müəyyən edin. Həmin sözü mətndəkindən fərqli mənada. Yəni, əgər həqiqidirsə məcazi mənada, məcazidirsə həqiqi mənada. Baxaq bu suala, daha doğrusu həmin sözə. Çevrildi sözü simvoluna çevrildi. Burada çevrildi sözü məcazi mənadadır. Həqiqi mənada məsələn deyirəm ki, o mənə doğru çevrildi. Yəni özünü mənə doğru çevirdi. Yəni mənə doğru dönür. Bu həqiqi mənadadır. Həqiqi mənadadır, bu səhvdir. Məcazi mənadadır. Üzündəki kədər bir anda sevincə çevrildi. Kədərin sevincə çevrilməsi bu da yanlışdır. Yəni yanlış deyəndə ki, məcazi mənadadır. Bu tərəf həqiqi olmalıdır. Həqiqi mənadadır, bu yanlışdır. Məcazi mənadadır. Rəfiqlər arasındakı dostluq artıq şübhəyə çevrilmişdir. Yenə də belə kimi dostluğun şübhəyə çevrilməsi özü də məcazi mənadır. Məcazi mənadadır. Köynək tərs üzünə çevrilmişdir. Bu doğrudur. Altından xətt çəkilmiş sözün kontekstdəki mənasını müəyyənləşdirin. Hansı söz idi o? Davranılırdı. Aha. Kimisə tərəfindən davranılırdı. Münasibət göstərilmək düzdür. Daha sonra rəftar edilmək, bu da düzdür. Yanaşılmaq, bu da düzdür. Münasibət bildirmək yanlışdır. Niyə? Çünki münasibət bildirməyə özüm münasibət bildirirəm. Amma buradakı feil isə davranılmaq. Baxın, mətndə bir daha həmin hissəyə nəzər yetirək. Davranılırdı.
Miriam Makebanın yaşadığı Cənubi Afrikada insanlarla ilgilərinə görə fərqli davranılırdı. Şəxssiz feildir. Yəni burada iş görənimiz bizim məlum deyil ümumiyyətlə. Və həmin münasibət bir göstərilmək, rəftar edilmək, yanaşılmaq bunlar da eyni bir mənanı ifadə edir. Amma münasibət bildirməkdə isə münasibəti biz özümüz bildiririk. Buna uyğun deyil. Özünü aparmaq bu da əlaqəsizdir. Demək hansı oldu? 1, 2, 3 E variantı. Mətnin əsas hissəsini əhatə edən plan bəndlərini müəyyən edin. Qeyd etmişdik ki, birinci abzas əsasən giriş olur, sonuncu abzas əsasən nəticə olur, yerdə qalanları isə əsas hissə. Qaradərili əhaliyə qarşı fərqli davranış birinci əsasa aid idi. Musiqi vasitəsilə mübarizə, bu da əsasda var idi. Gerçəkləşən arzu sonda idi. Yəni bu adam illər sonra ölkəsinə döndü və artıq bu zaman Afrikada apartheid rejiminə son qoyulmuşdu. Afrikanın azadlıq simvolu, bəli, bu da əsas hissədə qeyd olunmuşdu. Hansı ki, bu daha burada var idi. Uzun ayrılıqdan sonra vətənə qayıdış, bu isə nəticədə idi. Demək, əsasla bağlı oldu. 1, 2, 4. C variantı. 29. Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar aforizmini mətnlə əlaqələndirərək fikrinizi ən az 2 cümlə ilə yazın. 2 cümlə ilə yazısı olsaq deyə bilərik ki, hani bu? Miriam Makebaya ölkəsində çıxışına qadağa qoyulsa da, o mübarizəsindən əl çəkmədi. Nəticə olaraq o uğur qazandı. Mətndə nöqtələrin yerinə uyğun gələn ən azı 2 ifadə yazın. Hansı hissə idi o? Ancaq irticaçı rejim Miriamın apartheid əleyhinə olan musiqilərini bəyənmirdi. Başqa nə deyə bilərik? Pisləyirdi.